Salam aktyor sənətinə könül verən əziz izləyicilərim. Bugün sizinlə ikinci seriyamızda yenidən bir yerdəyik. Keçən dəfə də dediyim kimi, bugün sizinlə Saxtakar Azərbaycan Film Akademiyası haqqında danışacağıq. Ondan əvvəl onu deyim ki, əziz dostlar, mən nəyə görə 9-10 dəqiqəlik videolar çəkirəm? Bunun səbəbi ona görədir ki, TikTokda 10 dəqiqədən artıq video paylaşmaq mümkün deyil və mən paylaşımlarımı həm YouTube, həm Instagram, həm də TikTok hesablarımda edirəm. Hər üçündə eyni anda edirəm və TikTokda 10 dəqiqədən artıq video paylaşmaq mümkün olmadığı üçün videolarımı ən uzağı 10 dəqiqə həcmində çəkirəm. Əlbəttə ki, bunu məsəl üçün 30 dəqiqəlik, 31 dəqiqəlik videolarımı 3 hissəyə bölüb də TikTokda paylaşa bilərdim. Amma düşündüm ki, elə etməkdənsə hər gün belə 9-10 dəqiqəlik videolar paylaşmaq daha effektiv və keyfiyyətli olacaq. Əziz dostlar, mən hər zaman hər yerdə səmimiyyətə inanan, güvənən bir insanam, bunu sevən bir insanam və ona görə də dəyər verdiyim hər şeyə, hər kəsə səmimiyyətlə yaxınlaşıram və sizlərə də dəyər verdiyim üçün bunu sizinlə paylaşmaq istədim səmimi olaraq, nəyə görə belə həcmdə videoları paylaşdığımı. Əziz dostlar, bugün dediyim kimi Azərbaycan Film Akademiyası saxtakarlığı haqqında danışacağıq. Mən özüm orada olmuşam. Bu sənətə geri qayıtdıqdan sonra. Özüm elə bir ki, 2016-dan bu sənətdəyəm. Daha sonra universiteti bitirmə, hərbi xidmətə getmə, müharibədə iştirak etmə. Bir neçə il ara vermişliyim olub öz istəyimlə, amma sonra qayıtdım və qayıtdıqdan sonra Film Akademiyasında getdiyim yerlərdən biri oldu. Əziz dostlar, deməli 2023-cü il idi, mən ora getdim. Daha sonra orada elə bil ki, ora gedər getməz, orada Zaur Tahirsoy var, yalançının biri. Mən onunla danışdım. Nəsə ona emosiyalarımı göstərdim, belə onunla danışdım, bura yəni necə yerdir falan, məlumat almaq istədim. Sadəcə danışaraq deyil, sezgilərinə baxıb da baxdım ki, yəni bura necə bir yerdir? Burada nəsə eləmək olarmı? İlk öncə onu deyim ki, mən orada Instagramda qabağıma çıxdı. Mən araşdırma elədim. Baxdım ki, burada elə bir əlbəttə ki, çəkilən filmlər qısa metrajlıdır, xarici filmlərdən götürmədir. Amma yəni sanki nəsə eləmək istənilib burada başlanğıc olaraq. Dedim ki, mən bura ən yaxşısı gedim, görüm nə olur. Filmlərinə baxana dediyim kimi, götürmə filmlər qısa metrajlı, aktyor oyunu heç idi, yox idi aktyor oyunu. Amma dediyim kimi, başlanğıc olaraq gördüm ki, nəsə eləməyə çalışıb və mən də onlara bir şans verdim. Yəni dedim ki, gedim bura, görüm nə olur və getdim. Deməli, burada sistem belədir, əziz dostlar. İlk 3 ay burada elə bir ki, kompleksləri aşma, kompleksləri yox eləmə, etüd mərhələsidir. İkinci 3 ay tamaşa mərhələsidir. 3 dənə, ən aşağısı 2 dənə tamaşaya çıxılır. Azərbaycan tamaşalarını o da götürməkdir. Sonraki 3 ay isə film mərhələsidir. Əziz dostlar, onu deyim ki, kompleksi yox eləmək deyə bir şey görmədim mən orada. Yəni orada indiyənə kimi mən olan o qədər uşaqların içində, yəni ilk başda necə gəlmişdilərsə, sonraki ilk 3 ay bitirib növbəti 4-cü aya keçdikdən sonra gördüm elə həmin cürdülər. Yəni belə məsəl üçün bir insan, yəni belə deyim də, ora kompleksi olaraq gəlib, o sonraki o həmin o 3 ay tamamlayıb komplekslərini tamamilə yox eləmiş və ya ən azından 90-95% yox eləmiş heç kəsi görmədim mən orada. Belə mən özüm əvvəldən kompleksi biri deyiləm. Ona görə də yəni mənim üçün də bir şey dəyişmədi. Onsuz da ora gedəndə də mən onsuz da kompleksli deyil idim. Mənim elə ora getməyimin səbəbi sırf kompleksimi yox eləmək deyildi. Yenə aktyorluq eləmək, oynamaq, oyunumdan zövq almaq, keyif almaq idi. Və dediyim kimi, gördüm ki, mən burada bu ilk 3 ay boş şeydi. Daha sonra növbəti dəfədə ikinci 3 ay keçildi. Bu ikinci 3 ayda belə deyim sizə tamaşa mərhələsidir. Tamaşa mərhələsində də belə deyim sizə əziz izləyicilərim, Azərbaycan
səhnəsində əvvəl qurulmuş tamaşalar götürülür. Onlar həmin o mərhələdə olan tələbələr əsasında qurulur. Ən uzağı 3, ən aşağısı 2 dənə teatr oyunu və daha sonra da 3 ay hazırlaşdırılır və 3 ayın tamamında Şuşa Dövlət Musiqili Dram Teatrında səhnəyə çıxılır. Orada da ancaq həmin o akademiyada iştirak edənlər, onların valideynləri olurlar. Yəni başqa qıraqdan heç kəs gəlib izləmir, ödənişsizdir. Və belə deyim sizə, daha sonra həmin o 3 ayda da bizdə Qaraca qız və Dəli Yığıncağı adlı tamaşa oyunları oldu. Bir dənə də uşaq oyunu var idi. Yəni azyaşlılara görə hazırlanmış bir teatr oyunu. Amma bəzi özünə hörmət eləməyənlərə görə həmin o tamaşa olmadı. Çünki adı da Buratino idi həmin o tamaşanın. Ona görə ki, dərsə vaxtında gəlmirdilər, dialoqu əzbərləmirdilər. Buna görə də o tamaşa olmadı, amma onsuz da mənim itirdiyim bir şey olmadı. Çünki mənim onsuz da o teatr tamaşasında rolum çox az idi. Yəni bir tamaşanın əvvəlində səhnəyə çıxıb oyunumu oynayırdım, bir də sırf tamaşanın sonunda. Yəni orada mənim itirdiyim bir şey olmadı. Mənim orada digər iki oyunda isə mənim rollarım əsas idi. Qaraca qızda Xanəli bəy obrazı, Dəli Yığıncağında da Fazil Məhəmməd obrazlarındaydım. Onlar isə oldu və onlarda isə oyunlarımı oynadım çox gözəl şəkildə. Allahıma şükürlər olsun ki, və çox zövq aldım oynamaqdan. Yəni çox xoşuma gəldi həqiqətən. Yəni yenədən qısa bir neçə il sonra yenidən mənim o səhnəyə çıxmağım çox ləzzət verdi mənə və belə deyim, ikinci 3 ayda belə bitirdik. Üçüncü 3 aya keçdiyimizdə əziz dostlar isə bu zaman artıq belə deyim mən sizə film mərhələsi idi. Film mərhələsində əziz dostlar sizə bunu deyim. Film mərhələsində deməli biz başladıq. Tamaşa olan günün, tamaşalarımızı göstərdiyimiz günün səhərində film mərhələsində biz dəftərimizə yazılar yazdıq. Mənim dəftərim də var. Və o dəftərə yazılar yazdıq. Yəni filmdə məsəl üçün belə deyim də bəzi texnikalar filmdə aktyor oyunu texnikasına aid yox. Yəni çəkiliş texnikalar ki, filmdə bir səhnə 4 dəfə çəkilir və başqa filan belə şeylər. Ondan sonra əziz dostlar, növbəti dərslərdə heç bir şey olmadı. Bizdə film çəkilişi oldu. Mənim başda oynadığım bir dənə film çəkilişim oldu. Daha sonra digər bir filmdə də müəllim rolunu oynadım, amma rolum az idi, bir səhnə sadəcə. Qonaq aktyor kimi elə orada oynadım. Daha sonra da Qağayılar adlı serialın başlanğıcı oldu. 3 bölümdə oynadım. Daha sonra 3 bölümdən sonra o serial ümumiyyətlə yığışdırıldı. Və sadəcə dediyim kimi bir film, yəni serial yox, bir filmdə oynadım əsas baş rolu, əsas rolu oynadım. Daha sonra digər filmdə qonaq aktyor olaraq bir səhnə ki, bu hamıda elə olur. Təkcə mən deyir, hamıda belə olur. Və digər oyunda da yenə müəllim obrazındaydım, amma orada rolum çox idi, baş rol idim. Daha sonra da orada 3 bölüm oynadım. Sonra ümumiyyətlə serial yığışdırıldı. Qağayılardı həmin serialın adı da. Əziz dostlar, mən sizə bunu deyim ki, təkcə mən yox. Mən bir neçə kəsdə, bir neçə tələbədə görmüşəm ki, orada olan çox böyük haqsızlıqlar olunub. Əziz dostlar, Azərbaycan Film Akademiyasında vəziyyət budur. Kim ki, məsəl üçün, olunan səhv işlərə, haqsızlıqlara qarşı çıxır sözünü deyir, həmin o adam orada qabağa getmir. Orada məsəl üçün əvvəldən 2021-ci, 22-ci ildən bəri orada olub, hələ də davam edən adamlar var. Niyə? Çünki onların əl-altıları kimidirlər. Onlar nədirsə onlar onu edirlər. Onlar da bunun müqabilində həmin o əl-altılarını filmlərə çəkirlər, seriallara çəkirlər, tamaşalarda həmişə çıxış etdirirlər çox vaxt. Yəni burada vəziyyət belədir əziz dostlar. Ora mən gedəndə deməli 150 manat idi aylıq ödəniş. Vaxta baxım. Bəli, vaxtımız artıq bitmək üzrədir. Əziz dostlar, amma bu dəfə bir haşiyə çıxacağam. 2 hissə paylaşacağam bu dəfəlik. Amma növbəti dəfələrdə hər dəfə videolarımı hər gün bir-bir paylaşacağam. Növbəti hissədə görüşmək ümidi ilə birazdan yenidən videoma qaldığım yerdən davam edəcəm.